6 illik fasilədən sonra Bakıdan yola düşən sərnişin qatarı bugün səhər saatlarında Tbilisiyə çatıb. Qatarın gəlişi münasibətilə Dəmir Yolu Vağzalında rəsmi qarşılama mərasimi təşkil olunub. Tədbirdə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirinin müavini, Gürcüstan Dəmir Yollarının baş direktoru və digər rəsmilər Azərbaycandan gələn qonaqları və sərnişinləri qarşılayıblar. İlk növbədə ölkəmiz üçün ən önəmli günlərdən biri olan Müstəqillik Günü münasibəti ilə hər kəsi təbrik edirəm. Simvolik olaraq məhz bu gün 6 illik fasilədən sonra paytaxtlarımız Bakı və Tbilisi arasında dəmir yolu ilə sərnişin daşımaları bərpa olunur. Bu isə öz növbəsində həm iqtisadi inkişafın sürətlənməsinə, həm turist axınının artmasına, həm də xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək. Artıq vətəndaşlarımız qarşılıqlı gündəlik dəmir yolu reyslərindən yararlana biləcəklər. Hamınızı təbrik edirəm. Azərbaycan dövlətinin gücünü göstərir. Azərbaycan prezidentinin siyasətidir. Bizim gözəl belə qatarımız var. Bir göstəricidir və qonşularımızla olan münasibətin birinci növbədə ən yaxın qonşularımızdan biri Gürcüstanla münasibətin daha da yaxşılaşmasına olan bir işdir. Burada yaşayan soydaşlarımızın, bizim Bakıda yaşayan soydaşlarımızın buraya gedib gəlişi hasanlaşır. Rahat qatardır. Get-gedə sayı yəqin ki artacaq. O baxır bazara, bazarını tənzimləsin. Hər şey qaydasında olacaq. Uğurlu, xeyirli olsun, gözümüz aydın olsun. Hamınızı təbrik edirəm. Bu əlamətdar gün münasibəti ilə hər birinizi təbrik edirəm. Bildiyiniz kimi, son 6 il ərzində Bakı-Tbilisi reysi həyata keçirilmirdi. Bu gün isə ilk qatarın Gürcüstana çatması bizim üçün olduqca sevindirici hadisədir. Tələbatın yüksək olduğunu nəzərə alsaq, bu reyslərin gündəlik əsasda həyata keçirilməsi Gürcüstan üçün xüsusi əhəmiyyət kəsb edir. Faktiki olaraq, cəmi bir neçə gün ərzində çox sayda bilet satılıb. Biz Azərbaycanlı həmkarlarımızla birlikdə Bakı-Tbilisi-Bakı reysinin bərpası istiqamətində sıx əməkdaşlıq apardıq və sevindirici haldır ki, bu uğurlu layihəni reallaşdıra bildik. Artıq may 25-dən etibarən Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa etdi. Bugün ilk reysi biz Tbilisidə qarşıladıq və artıq qatarlar hər gün Bakıdan 23:10-da, Tbilisidə isə 21-də olmaqla hərəkətli olacaqlar və qatarların yolda olma müddəti 9 saat yarımdır. Amma nəzərə alaq ki, burada 2 saat dayanma var. Azərbaycan sərhədində Gürcüstan sərhədində 1 saat olmaqla sərhəd və gömrük yoxlanışları üçün bu vaxt tələb olunur. Qatarlar Bakıdan əlavə olaraq Azərbaycan ərazisində Biləcəri və Yevlax stansiyasında, Gəncə Dəmir Yolu Vağzalında, eləcə də Ağstafa və Böyükəsi stansiyalarında dayanacaq. Eyni zamanda Gürcüstan ərazisində Qardaban stansiyasında və Tbilisi Dəmir Yolu Vağzalında sərnişinlərə xidmət göstərəcək. Bilet satış alınan etibarən yüksək tələbat var. Bu gün də müşahidə olunur və artıq aylık bir ay ərzində satışa çıxarılan 8400 biletdən 6000-dən çox satılır. Bu da 70%-dən çox satış deməkdir. Bu da doğrudan da yüksək tələbatın olduğunu göstərir. Xüsusilə Gürcüstan istiqamətindən Azərbaycana artıq iyunun ortalarına qədər, iyunun 20-sinə qədər bütün biletlər, bütün reyslər üzrə tam satış həyata keçirilir. Biz sərnişinlərin tələbatı olsa, hansısa bir qatarların əlavə olunması? Bəli, təbii ki, tələbat artarsa bu cür qatarlar yataq tipli qatarlar vaqonlardan ibarətdir ümumiyyətlə. Yəni burada tələbat artanda əlavə vaqonların qoşulması mümkündür. Necə ki biz bunu Bakı qatarında, xüsusilə bayram günlərində, həftə sonlarında tələbat artdıqda edirik. Eyni qaydada da Bakı-Tbilisi-Bakı qatarında da bu əlavə vaqonların qoşulması mümkündür. Elə bu qatar bir əlavə vaqon qoşulmaqla tələbata görə bir əlavə vaqon qoşulmaqla ilk reysi həyata keçirilir. Mən samolyota bilet almışdım. Mən sadəcə olaraq poyezin gəldiyini eşidəndən sonra poyezə bilet aldım ki, ilk gedişdən bir Gürcüstanda anadan olduğum bir insan kimi bu təəssüratlar, bu sevinci Gürcü xalqına bir yerdə bölüşdürməliyik. Biz Gürcüstanda yaşayan Azərbaycanlar, Azərbaycanda yaşayan Azərbaycanlar bir-birimizə qız verib qız alırdıq. Ondan sonra ölü yerəmizə gelib gələ bilmirdik. Artıq bu şeylər 6 il idi, yox idi. Yəqin ki bundan sonra
ölü yerimizə, diri yerimizə, xeyir işlərimizə gəlib iştirak edir. Cəmaatın buna, mən xalqın içindəyəm, cəmaatın buna çox böyük ehtiyacı var idi. Çox təəssüflər, çox yaxşı ki, bugünkü gündə bax bu görüş baş verdi və bu görüşdə də ilk dəfə biz gəldik, əlbəttə ki, yolu biz açdıq. Gələn görüşdə hər kəs getsin, gəlsin. Poyez də çox komfortlu idi, gözəl idi, yaxşı idi, əla idi. Heç bir vaxtında da gəldi. Bizə içəridə də provadirlər və başqa çox diqqətlə yüksək səviyyədə bizə xidmət olundu.